Salam, hər vaxtınız xeyir olsun. Değerli YouTube izləyicilərimiz, bu gün təqdim edəcəyimiz mənzilimiz Xırdalan şəhərində, tam mərkəzdə Heydər Parkdan piyada məsafədə yerləşən Sultan Şahlı sahil deyilən bir ərazidə yerləşir. Daş binada yerləşir mənzilimiz. Hündür bir mənzil mərtəbədir. Değerli izləyicilər, padval qupqurudur. Gördüyünüz kimi çəkilişə qonaq otağından başlamışıq. Bu proyektdə həm 2 proyekt, həm də daşıyan proyekt deyilən değerli izləyicilərimiz, otaqlar genişdir. Normal ölçülədir. Ümumi sahəsi 75 kvadrat, kubçada 50 kvadratdan yuxarıdır değerli izləyicilər. Bura oldu mətbəxi. Eyvanda mətbəx quraşdırılıb. Pəncərələr dəmir barmaqlarla bağlıdır. Gördüyünüz kimi kombi aparatın yeri, döşəməsi istipoldur. Gördüyünüz kimi değerli izləyicilərimiz. Ümumi sahəsi 75 kvadratdır. Yer çəkən mənzildir. Həm şəxsiyə alıb yaşamaq üçün və alıb kirayə vermək üçün çox gözəl bir variantdır. Sonra asılına 500 manata kirayə vermək olacaq. Təmirdə bahalı və keyfiyyətli zövqlü divar kağızlarından, tikinti materiallarından, havoylardan döşəmədən istifadə olunmuşdur. Gördüyünüz gibi dəhlizdir. Dəhlizli döşəməsi mərmər qranit və stipoldur. Bura oldu mənzilimizin yataq otaqlısı, yer çəkən bir mənzildir. Gördüyünüz kimi belə bir yataq otaqlısı var. Değerli izləyicilərimiz, binanın qarşısına baxır yataq otağının pəncərəsi. İpoteka yararlıdır. Bank tərəfindən pul ayrılmış şəxslər müraciət edə bilər. Bura oldu sanuzeli. Trabzona kimi, havalandırma sisteminə kimi hamısı quraşdırılmışdır. Değerli izləyicilərimiz. Bura sonda oldu uşaq otağısı ki, bura əvvəllər mətbəx olub. Değerli izləyicilər, hal-hazırda uşaq otağı olunub. Döşəməsi mərmər qranit istipoldur. Pəncərələri dəmir barmaqlarla bağlıdır. Değerli izləyicilərimiz, qiymət şərt bölməsində qeyd olunacaq. Real alıcı evə baxışdan sonra endirim olacaq. 109 ümumi maaşın ötəyin düz yanından keçir, yanında yerləşir. Məktəb və özəl dövlət və özəl uşaq bağçalarının həftəsindədir. Bir sözlə Xırdalan şəhərinin mərkəzi Heydər Parkına piyada məsafədədir. Məndən bu gün bu qədər. Sağ olun değerli izləyicilər.